Hər kəsə salam. Deməli uşaqlar, sizə çox maraqlı bir şey demək istəyirəm. Əsnad deməli pul yığmışdı. Ona dedim ki, gəlmişik Bakıya, nə istəyirsən özün üçün almaq, aparım səni, gedək al. Çünki neçə vaxt onu xərcləmək üçün səbirsizlənir. Mən deyir ki, apar məni o getdiyimiz uşaq mağazasına, yəni Masazırda yerləşən Mamulikə. Mən qardaşım üçün özüm geyim seçib alacağam. Həqiqətən Əsnadın ürəyi tamam başqa cürdür da, Allahın olsun dostlar. Həmişə arzuluyurdu, qardaşım olsun, olandan sonra aradan çıxmadı, çıxır qardaşım. Amma seçimi özü eləyəcək, tamamilə öz zövqünə buraxıram. Ürəyin nə istəyir, öz zövqüncə seçsəydi üçün. Haydi, getdik. Evet arkadaşlar, Əsnad seçim axtarışdadır, seçim eləməyə çalışır. Yeni gələn dərslərimiz var. Baxmaq istəyən ora, gəl. Əsnad, bax burada da təzə dəstlər var. Həm oğul bizə qız dəstləri mavini düşürsünlər. Bir də mavini düşürdə bilərsən Tomusa. Bu boz da qəşəngdir, bej də qəşəngdir. Ay Allah. Hələ qız uşaqları üçün olanlara bax, şirin. Çox sağ olun. Biri bu. Axırda seçim eləyərsən, yığaq kassaya. Bir dənə də nə isə bəyənib. Ay Allah, ayıcıqlı, nə gözəldir. Bu dəstdir deyəsən, içində hər şey var. Ay, yaxalığına kimi var. Apar qoy kassaya. Başqa nəsə seçmək istəyirsən? O zarlardan götür. Bir də bu. Tamam. İndi bunlardan hansını istəyirsən? Üçünü də. Bir dənə bunu alasın. Elə bil sən öz puluvu keçdin axı. Əslində bir dənə də bu. Tamam, yaxşı. Bu üçünü alırıq. Gəl sən öpüm. Fədakar qızım mənim. Oh. Şu, haydi bakalım. Paketləyə bilərik zəhmət olmasa. Götür bakalım. Xeyirli olsun. Çox sağ ol. Mən də sənə çox sağ ol deyim.